Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə Rasulillah və ba'd. Bugünkü hədisimiz İmam Nəvvi Rahimahullahın 40 hədis kitabını davam edirik. Bugünkü hədisimiz isə 17-ci hədisdir. Buyurur ki, An Əbi Ya'la Şəddad ibn Əvs radiyallahu anhu an Rasulillahi sallallahu aleyhi və səlləm qal: İnnəllaha kətəbəl ihsana alə kulli şey. فإذا قتلتم فأحسنوا القتلة وإذا ذبحتم فأحسنوا الذبحة وليحد أحدكم شفرته وليرح ذبيحته. Ravahu Muslim. Buyurur ki, Əbi Ya'la Şəddad ibn Əvs deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm belə dedi: Həqiqətən Allah hər şeydə ehsanı yazmışdır. Öldürdüyünüz zaman gözəl şəkildə öldürün. Kəsdiyiniz zaman gözəl şəkildə kəsin. Sizdən heyvan kəsən şəxs bıçağını yaxşıca itiləsin və kəsəcəyi heyvanı rahatlasın. Hədisi Muslim rəvayət edib. Və bu hədis də digər hədislər kimi Allah Resulü sallallahu aleyhi və səlləmlə olan gözəl hədislərdən biridir. Hədisin ravisi qardaşlar Şəddad ibn Əvs bin Thəbit bin el-Munzir el-Ensari el-Nəccari Əbu Ya'la və Əbu Abdurrahman radiyallahu anh. Və Şəddad ibn Əvs radiyallahu anh'ın özü, atası və əmisi fəzilətli sahabələrdən olub qardaşlar. Atası Əvs bin Thəbit ikinci Aqabə beyyətində iştirak edən sahabələrdəndir. Və ikinci Aqabə beyyəti Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə hicrət etməmişdən əvvəl baş verən bir beyyətdir. Mədinə əhli ilə arasında olan bir beyyət. Və bu beyyət Peyğəmbərliyin 13-cü ilində Zilhiccə ayında baş verib. Mədinəli 73 kişi və 2 qadın Allah Resulü sallallahu aleyhi və səlləmə beyyət ediblər. Və atası Əvs bin Thəbit radiyallahu anhu Bədir döyüşü və Uhud döyüşlərində iştirak edib və bu döyüşlərdə şəhid olub. Və əmisi isə qardaşlar Həssən bin Thəbit radiyallahu anhu Rasulullah sallallahu aleyhi və səlləmin şairlərindən biri olub. Yəni Rasulullahın şairi deyəndə nə qəsd olunur? Elə ki müşriklər yəni onların da bilirsiniz ki, ərəblər şeirdə güclü olanlardır. Ərəblər şeirdə çox güclüdür. Hansı ki bu şairlərdən bəziləri müşriklər Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə şeirlər yazıb tənqid edirdilər. Və Allah Resulü sallallahu aleyhi və səlləm də bəzi sahabələri və bu cür onlara qarşılıq verirdilər. Və onlardan biri də Həssən bin Thəbit radiyallahu anhüdür. Hansı ki hədisin ravisi olan Şəddad bin Əvs bin Thəbitin əmisi idi. Bəli. Hədisin ravisi Şəddad bin Əvs ibadətdə çalışqan və xasiyyətcə mülayim, həlim olan birisidir. Danışıqda fəsih olan və fəqih alimlərdən biridir. Sahabələrin alimlərindən idi qardaşlar. Və o ibadətdə həqiqətən abid biri olaraq tanınırdı. Şəddad bin Əvs radiyallahu anhu rəvayət olunur ki, o yatağına girəndə, deməli bir dəfə yatağına girir və o tərəf bu tərəfə çevrilir. Yata bilmir yəni. Və sonra qalxır deyirdi ki, Allahümmə innən nəra əzhəbət minnin nəvum. Allahım, odun istisi və burada cəhənnəm odunu qəsd edir. Həqiqətən də cəhənnəm mənim yuxumu məndən apardı. Və bu cür deyirdi radiyallahu anhu və qalxıb gecə namazı qılırdı ta ki səhərə qədər, sübh çağına qədər. Bu cür abid birisi idi. Hicrətin 58-ci ilində 75 yaşında Şamda vəfat edib radiyallahu anhu. Və bəzi rəvayətlərə görə Beytül Məqdisdə. Bəli. Deməli, hədisi qardaşlar, hədisi təxric olaraq, deməli, bəzi rəvayətlər var buna oxşar. Bizim əlimizdə olan bu hədisi isə İmam Nəvvi Rahimahullahın zikr etdiyi bu hədis, Muslimin rəvayət etdiyi hədisdir. Və buna bənzər hədisi isə İbn Adi Səmuradan rəvayət edibdir. Buyurur ki, İnnəllaha azza və cəllə muhsinun fə ahsinu. فإذا قتل أحدكم فليكرم مقتوله وإذا ذبح فليحد شفرته وليرح ذبيحته. Deməli, Səmura radiyallahu anh'ın deməli rəvayət etdiyi bu hədisdə isə buyurur ki,
Allah Azza ve Celle muhsindir, yani yaxşılığı sevir. Fe ahsinu, yaxşılıq etmeyi sevir ve yaxşılıq edəndir. Fe ahsinu, siz de yaxşılıq edin ve sizden biriniz deməli öldüreceği zaman öldürdüğüne ikram etsin. Yani güzel şekilde etsin ve keseceği zaman da öz bıçağını itilətsin ve burada heyvandan söhbət gedir ve onu rahatlamamış kesməsin. Və başqa Tabarani'nin rəvayət etdiyi hədis isə Ənes radiyallahu anhudan gəlir ki, buna bənzər hədisdə buyurur ki, Ali Nəbi sallallahu aleyhi və səlləmə qal, İzə həkəmtum fə'dilu, hökm verdiğiniz zaman ədalətlə hökm verin. Və izə qateltum fəəhsinu, öldürəcəyiniz zaman gözəl şəkildə ihsan edin. Fə innəllaha muhsinun yuhibbul muhsinin. Allah Teala muhsindir və muhsinləri sevir. Bəli. Hədisin mənziləsi haqqında alimlər çox kəlam ediblər. Hansı ki, İmam Nəvavi rahimehullah deməli Müslimin şərhində buyurur ki, "Hədəl hədis minəl əhadithil cəmiə li qavaidil İslam." Hansı ki, bu hədis İslamın qaydalarını özündə cəm edən əzəmətli hədislərdəndir. Və bunlardan biri də Xatib el-Bəğdadi rahimehullah özünün Tarixi Bəğdad kitabında buyurur ki, alimlərdən biri Muqri və Muhaddis deməli Məzahim Muzahim el-Xaqani rahimehullah deyir ki, zuhd və vara əhlindən olan bir kişi mənə çatdırdı ki, o Allah Rasulundan gələn 4 hədislə kifayətlənmişdi. O fikir verin, yəni elə insanlar var ki, Allah onlara rəhmət etsin, bu qədər hədislər çox olmasa baxmayaraq, o 4 dənə hədislə sadəcə həyatına istiqamət verib. Və buyurur ki, bu hədislərdən, yəni bunlar dinin usullarıdır, bu hədislər. Hansı gizli edəcəyim o 4 hədis, bu dinin usullarındandır və hər hədisdən çoxlu elm hasil olur. Və onlar da hansılardır buyurur ki, İnnəməl əməlu bin niyyət, həqiqətən əməllər niyyətlərə görədir. İkincisi, yaxşılıq və günah haqqında olan hədis. Üçüncüsü, halal da bəllidir, haram da bəllidir hədisi. Və dördüncüsü isə bugün zikr etdiyimiz 17-ci hədisdir. Bəli. Hədisin şərhində deməli hədis bizə buyurur ki, sallallahu aleyhi və səlləm, İnnəllaha kətəbəl ihsən alə kulli şey. Allah Teala hər şeydə ihsanı yazıb. Allahın yazması, qardaşlar, hansı ki, hədisin ifadəsində bəlli olduğu kimi, İnnəllaha kətəbə. Yaxşı, nə deməkdir kətəbə? Yazı nə deməkdir? Allahın yazması şəri olaraq onu vacib və fərz olması mənasına gələn şəri yazma ola bilər və ya Allahın qaçınılmaz olaraq baş verəcəyi öz qatında iradə edilmiş kovni yazısı ola bilər. Diqqətli olaq, Allahın yazısı deməli 2 qismdir. Onlardan birincisi şəri, ikincisi isə kovni və qədəri yazı. Şəri yazı nə deməkdir? Allahın bir şeyi şəriətdə vacib olaraq əmr etdiyidir. Şəri, Allahın bir şeyi şəriətdə vacib olaraq əmr etdiyidir. Məsələn, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, Kutibə aleykumus siyamu kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Fikir verin, burada kutibə, yəni kim? Allah Teala bizə nəyi əmr eləyib? Oruç tutmaq, sizdən əvvəlkilərə əmr etdiyi kimi. Fikir versək, kutibə, yəni Allah Teala bizə orucu yazıb. Bir məna, Allah Teala nə eləyib? Vacib edib bizlərə. Bu nədir? Birinci qism olan Allahın deməli şəri yazısıdır bu. Şəri yazısı. Yəni burada vacib edib deyirik tərcümə kimi, amma əsl olaraq nədir? Kutibə aleykumus siyam, yəni Allah Teala sizə orucu yazıb. Yazıb bir mənada vacib edib. Şəri vacibat. Başqa ayədə buyurur ki, Kutibə aleykumul qital. Allah Teala sizə qitalı, yəni cihadı, vuruşmağa əmr edib. Başqa bir hədisdə, başqa bir ayədə İnnəs salətə kənət aləl mü'mininə kitəbən məvqutə. Allah sizə, yəni möminlərə kitəbən məvqutə, namazı əmr edib. Müəyyən vaxtlarda yazıb. Allah Teala namazı möminlərə müəyyən vaxtlarda yazıb. Yazıb, yəni bir mənada vacib edib. Və fikir verin, burada da həmin ifadə işlənir ki, kitəbən məvqutə. Yəni bu kitəb hansıdır? Şəri yazıdır. Allahın şəri yazısıdır. Və şəri yazı da dedik ki, nədir? Allahın bir şeyi şəriətdə vacib olaraq əmr etdiyidir. Yaxşı, kovni və qədəri, yəni bunlar ikisi bir şeydir. Kovni və qədəri yazısı nədir, qardaşlar? Kovni və qədəri yazısı isə qaçınılmaz olaraq baş verəcək şeylərdir.
Yəni qədər qaçınılmaz olaraq baş verəcək şeylərdir. Biri var Allahın bizdən istədiyi, bizə vacib etdiyi, bizi bu vacibatın yerinə yetirilməsində məcbur etmədiyi, yəni iradə verdiyi bizə. Biri də var elə şeylər ki, elə kitabələr var ki, o şeylərin baş verməsi qaçınılmaz olan şeylərdir. Mümkün deyil ki, o şey məsələn ehtimal yoxdur ki, deyəsən ki, bu şey ola da bilər, olmaya da bilər. O Allahın iradəsidir və mütləq olacaq. Məsələn, Allah Subhanahu wa Taala Quran-Kərimdə buyurur ki, Kətəbəllahu, fikir verin ibarələrə, hamısı kutibə, əv kətəbə ilə gəlir. Yəni yazı və hədisimizdə olduğu kimi. İnnəllaha kətəbəl ihsən. Buyurur ki, Allah Taala Kətəbəllahu ləəğlibənnə ənə və rusuli innəllaha qaviyyun aziz. Allah Taala belə yazıb. Kətəbəllah ləəğlibənnə ənə və rusuli. Mütləqdir ki, mən və rasullarım nə edəcək? Qalib olacaq. İnnəllaha qaviyyun aziz. Allah Taala qavidir, yəni qüdrət sahibidir, güclü olandır və azizdir. Fikir verin, burada da Kətəbəllahu. Kətəbəllahu. Allah Taala yazıb. Nə yazıb? Allah və Rasulunun qalib gələcəyini. Və bu, biz deyə bilərək ki, bu baş verə bilər ya da verə bilməz. Xeyr, bu Allah Taala'nın hansı yazısına aiddir? Kovni və qədəri, baş verməsi, verəcəyi mütləq olan şeylərdir. Tamam. Ve başka ayette Allah Teala yine buyurur ki وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ اَنَّ الْأَرْضَ يَرِثُهَا مِنْ عِبَادِيَ الصَّالِحُونَ. Allah Teala buyurur ki وَلَقَدْ كَتَبْنَا artık yazılıb فِي الزَّبُورِ yani zikirden sonra, yani zikirde burada qəsd levh-i məhfuzdan sonra فِي الزَّبُورِ zaburda اَنَّ الْأَرْضَ يَرِثُهَا مِنْ عِبَادِيَ الصَّالِحِينَ. Yer üzerini kime miras kalacak? İbadiye salihun. Yani salih bir kimselere, Allah'ın salih kullarına miras kalacak. Ve bu həmçinin buradaki işlenen ibarədə də qardaşlar, وَلَقَدْ كَتَبْنَا artık Allah Teala deyir ki biz yazmışıq. Bu değişmesi mümkün olabilir mi? Xeyr. Bu Allah'ın kovni kitabəsidir. Mümkün değil değişmesi. Mümkün değil. Ve yer üzeri evvel veyahut da axır gec tez salih, Allah'ın salih kullarına miras kalacak. Bəli. Deməli, xülasə olaraq qardaşlar, Allah Taala'nın yazısı, kitabəsi iki cürdür. Şəri əmr və qadağalardır və kovni və qədəri yazısı isə baş verməsi mütləq olacaq şeylərdir. Qaçılmaz olan baş verəcək şeylərdir. Bəli. Və bu hədisdə isə yazma hansı növə aiddir? Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İnnəllaha kətəbəl ihsənə alə kulli şey. Hər şeydə ehsanı yazıb. Və buradakı yazı da qardaşlar, buradakı yazı da şəri yazısı da Allah'ın. Bəli. Və bu bizim üçün əmrdir. Yəni bir mənada ki, Allah Taala hər şeydə ehsanı yazıb. Fəidə qatəltum fəəhsinil qütlətə. Allah Taala sizin üçün yəni ehsan etməyinizi, yaxşılıq etməyinizi əmr edibdir mənasındadır. Bəli. Və bu ehsan nəyə aiddir qardaşlar? İnsanın, yəni bizim etdiyimiz və edəcəyimiz işləri Allah bizə gözəlliklə etməyimizi bizə vacib edir. Və bu da gözəllik deyəndə nə qəsd olunur? Allah və Rasulunun əmr etdiyi kimi etməyimizdir. Allah və Rasulunun əmr etdiyi kimi etməyimizdir. Həmçinin bu daxildir qardaşlar, insanın dünyəvi və uxravi işlərinə. Dünyəvi və uxravi işlərinə. Yəni sən dünya həyatında baş verəcək şeylər, işlərində də ehsan etməlisən və həmçinin axirət işlərində də işlərini gözəlləşdirməlisən. İşlərini gözəlləşdirməlisən. Və bu ehsan da qardaşlar, bu ehsan da həm insanın deməli əməllərinə tətbiq etdiyi şeydir və həmçinin əqidəsinə, öz inancına tətbiq edəcəyi bir şeydir. Yəni Allah Taala bizə bu Allah və Rasulu bizə buyuranda ki, ehsan edin, bu həmçinin sənin həm zahiri əməllərinə aiddir, həm də qəlb əməllərinə. Yaxşı, əqidədə və etiqadda ehsan etmək necə olur? Əqidədə və etiqadda ehsan etmək qardaşlar, kitab və sünnətdə bəyan edildiyi salih sələfin, sahabənin və onlara gözəl şəkildə tabi olanların etiqad etdiyi kimi o şəkildə etiqad etməklə olur. Bidətlərdən uzaq olaraq, xurafatlardan uzaq olaraq. Məsələn, bir insan Allah və Rasulunun yoluna bidət gətirirsə, yenilik gətirirsə, o deməli o ehsan əhli deyil. O Allah Rasulunun buyurduğu kimi əməllərinizdə ehsan edin, bu sinifə daxil deyil. Və sən nə vaxt öz əməllərində, etiqadında ehsan edəcəksən və əhsinu, ehsan edəcəksən, o zaman ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin yoluna tabi olacaqsan. Salih sələfin, əshabın,
İstər etiqadda olsun, istər əqidə məsələlərinin bütün babında. Heç bir istisnasız. Allah Taala'nın ad və sifətləri, istər tövhid məsələsi olsun, bütün məsələlərdə, bütün bablarda Allah və Rasulunun bizə əmr etdiyi kimi və sahabənin də bu şeyi tətbiq etdiyi kimi inanacaqsan. Və budur etiqadda ehsan etmək. Və elm əhli buyurur ki, qardaşlar, deməli ehsanın növlərini zikr edir. Ehsanın növlərindən qardaşlar, insanın ibadətdə ehsan etməsidir. İbadətdə ehsan etmək nə deməkdir? Məsələn, Cəbrail hədisində bunu bizə öyrədib. Buyurur ki, ehsanın tərifində Allaha elə ibadət et ki, sanki onu görürmüsən kimi. Sən onu görməsən də o səni görür. Baxın, bu ehsan mərtəbəsidir. Və ibadətdə ehsan etmək bu cür olur, qardaşlar. İnnallaha kətəbəl ihsana alə kulli şey. Allah hər şeydə ehsanı yazır. Hər bir əməlində müsəlman gələ ehsan etsin, gözəlləşdirsin. Və ibadətdə ehsan etmək də sənin o ibadəti xuşu ilə yerinə yetirməyindir. Fərqi yoxdur, namaz olsun, sədəqə olsun, zəkat olsun, bütün ibadətlərdə ehsan etmək sənin o ibadəti xuşu ilə yerinə yetirməyindir. Xuşu ilə yerinə yetirməyin və elm əhli buyurur ki, həmçinin bu ehsanın özü də iki cürdür, qardaşlar. Diqqətli olaq, ehsanın özü iki cürdür. Biri var zahiri ehsan, bir də var batini ehsan. Nə deməkdir zahiri və batini? Ehsan etmək nə deməkdir ibadətdə? Məsələn, misal üçün götürək ki, bir namaz qılırsan, 2 rükət namaz qılırsan. Və o namazda Allah Rasulunun bildirdiyi kimi fəəhsinu, ehsan edin, gözəlləşdirin dedikdə, bu ehsanı bu ibadətə necə yerinə qoymaq olar, tətbiqi olaraq? Namaza qalxmışsan, birinci ehsanın hardan başlayır? Batini ehsandan, yəni qəlbinin ehsanından. Qəlbinin ehsanı necə olur? İxlasla o ibadəti yerinə yetirməklə. Sadəcə Allahın rızasını istəyirəm. Allahın rızasından başqasını istəmirəm. Kimsə görməsi, bəyənməsi, ibadət əhli deməsi, bu mənim üçün önəmli deyil. Ancaq Allahın razılığı. Və qəlbin ehsanı, batini ehsan budur, qardaşlar. Zahiri ehsan hansıdır? Zahiri ehsan isə o əməli sünnətə müvafiq olaraq yerinə yetirməyindir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sallu kəmə rəəytumuni usalli. Namaz qılın. Mən necə namaz qılan görürsünüz, o cür namaz qılın. Bidət eləmədən, xurafat gətirmədən, əməlləri dəyişdirmədən Peyğəmbərimizdən nə cür gəlibsə sallallahu aleyhi ve sellem o cür namaz qılmağındır. Deməli, nə cür oldu? Əməldə ehsan, ibadətdə ehsan və o ibadəti deməli batini ehsanı yerinə yetirirsən, hansı ki ixlaslı olacaqsan və zahiri ehsanı yerinə yetirirsən, o əməldə sünnətə müvafiq olacaqsan. Bəli. Ehsanın növlərindən ikincisi, qardaşlar, insanlarla müamilədə, yəni insanlarla davranışda ehsan etmək. Və bu da nə cür olur? Onların haqqı barəsində ehsan etmək. Onların haqqına girməmək, zülm etməmək, şər atmamaq, iftira etməmək, qeybət etməmək, nəmmamlıq etməmək. Və bunlar hamısı insanlarla müamilədə olan ehsandandır. Və hətta bu hədis həqiqətən də çox əzəmətli hədisdir, qardaşlar. Hətta Allah və Rasulü bizə bu İslam dininin əzəmətindən və gözəlliyindəndir, subhanallah. Allah Teala bizə hətta hədisin zahirinə fikir versək, heyvanlara qarşı belə ehsan etməyi buyurur. Nəinki canlı varlıq, hətta heyvanlar belə. İnsanlar bir qırağa, heyvanlar belə, hətta bundan da ötəsi. Cansız varlığa qarşı belə insanların ehsan etməsi əmr olunur. Və deməli, heyvanlara ehsan etmək nə deməkdir? Yəni onları qurban kəsərkən, yəni doğru şəkildə kəsməyi və bunun yolunu da Peyğəmbər sallallahu aleyhi ve sellem özünün sünnətində bəyan edir. Hətta qardaşlar, insanlara qarşı ehsan etmək, hətta elm əhli buyurur ki, o insanlar müsəlman olmasa belə, yəni o insanlar kafir olsalar belə, onlara qarşı dinimiz ehsan etməyi əmr eləyir. Yaxşı, kafirlərə qarşı ehsan etmək necə olur? Yəni onlarda dəvətdə, onlarla alqı-satqıda, müamilədə ehsan etmək. Məsələn, bir insan kafirdir deyə, sən icazəli deyil ki, o alqı-satqıda ona yalan danışasan. İcazəli deyil malını qəsb eləyəsən. İcazəli deyil ona müsəlmana satdığın bir şeyin 10 qatını ona satasan. Xeyr, dinimiz bunu əmr eləmir. Dinimiz hətta kafir belə olsa, ona ehsan etməyi əmr eləyir. Yəni, onunla müamilədə gözəl davranmağı və həmçinin dəvətdə də onu İslama dəvət eləyərkən gözəl söz danışmağı, gözəl şəkildə davranmağı, ona ikram etməyi əmr eləyir. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, وَأَحْسِنُوا إِنَّ اللّٰهَ يُحِبُّ الْمُحْسِنِينَ. Ehsan edin.
Allah Teala muhsinləri, yəni ehsan edənləri, yaxşılıq edənləri sevir. Və başqa ayədə buyurur: İnnallaha ya'muru bil adli vel ihsan və ita'zil qurba. Və ita'zil qurba. Allah Teala ədalətli olmağı və yaxşılıq etməyi və qohumlarla gözəl davranmağı sizlərə əmr edir. Və hətta kişinin dünyəvi işlərində də qardaşlar, biraz öncə zikr etdiyimiz kimi, nəinki ibadətlərdə, insanlarla müamilədə, həmçinin sən dini işlərinlə yanaşı dünyəvi işlərdə də qardaşlar, dünyəvi işlərdə ehsan etməlisən. Məsələn, sən işlədiyin yerdə birinin yanında, fabrikdə, hansısa bir zavodda işləyirsənsə, işini gözəl şəkildə yerinə yetir. Gözəl şəkildə yerinə yetir. Və bəzən görür ki, eşidir ki, insanlardan bu işini yola verir, yaxşı haqqını vermir. Qardaşlar, bax, bu şeylərə diqqət edin. Barakallahu fikum. Və insanın nəinki dini işlərdə ehsan etməsi, dünyəvi işlərdə ehsan etməsi lazımdır. Bu muhsin dərəcəsinə insan çatdıra bilər. İşini haqqı ilə yerinə yetir. O qazanacağı malı da halallıqla qazan. Və bu şeylər təsir edir. Və bu şeylər təsir edir. Hətta bunun təsiri insan ibadətlərinə də var. Bəli. Və sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm qardaşlar bir misal verir. Yəni, buyurur ki, İnnallaha kətəbəl ihsana alə kulli şeyin, və sonra buyurur ki, Allah Teala hər şeydə ehsanı yazıb, yaxşılıq etməyi yazıb və sonra misal verir. Ümumdan xüsuslaşdırır. Misal verir ki, فَإِذَا قَتَلْتُمْ فَأَحْسَنُوا الْقِتْلَةَ. Elə ki, öldürdüyünüz zaman da gözəl şəkildə öldürün. Və bu nə deməkdir? Yəni, öldürdüyünüz zaman gözəl şəkildə öldürün nə deməkdir, qardaşlar? Yəni, burada nə qəsd olunur? Elm əhli buyurur ki, buradakı qətl insanlardan şəri olaraq haqq edənlərmi üçündür, yoxsa davamında zikr etdiyi heyvanlar üçün? Yəni, buradakı insan mı qəsd olunur, yoxsa hədisin davamında olan və idə zəbəhtum fəəhsinu zibhətə heyvan mı qəsd olunur, kəsmək mi qəsd olunur? Allah Teala ələm, hər ikisi qəsd olunur, qardaşlar. Həm şəri cəhətdən o ölümü haqq edənlər barəsindədir və həmçinin heyvanlar barəsində olan məsələdir, məsələni əhatə edir. Və Allah Teala ehsanı vacib edib. Kim şəri olaraq qətli haqq edərsə, qətlində ehsan edin mənasındadır. Yəni, şəriətə muvafiq şəkildə öldürün. Və bu şəri hökmü yerinə yetirərkən ona əzab verməmək. Hətta kafir belə olsa və ya qisası yerinə yetirərkən. Və bu nə deməkdir, qardaşlar? Məsələn, Allah Teala bizim üçün qisası vacib edib. Yəni, qisas şəriət qanunlarından bir qanundur. Və qisas cana can. Məsələn, sizlərdən birini qətl edilərsə, onun müqabilində məqtul, onun müqabilində qatil öldürülməlidir. Elə deyilmi? Şəriətdə cana candır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu əmrini yerinə necə qoya bilərik? Fə idə qatəltum fə əhsinul qitlətə. Məsələn, biri öldürülüb. Bunun müqabilində qisas olaraq öldürənin öldürülməsi və Allah Rasulü şəriət bizə onu öyrədir ki, hətta qisas alacağın zaman nəfsinin sənə gözəl göstərdiyi şəkildə deyil, şəriətin sənə göstərdiyi bu qayda qanunun çərçivəsində bunu yerinə yetirməlisən. Aydındır? Məsələn, biri gəlib, məsələn, deyək ki, birini bıçaqlayıb öldürüb. Allah qorusun, Allah Teala'dan sağlamçılıq, əmin-amanlıq və afiyet edirik. Özümüz üçün, qardaşlarımız, müsəlmanlar və ölkəmiz üçün. Allahümmə əmin. Və deyək ki, birini bıçaqlayıb öldürüblər. Və bunun müqabilində öldürən qatil bu şəkildə, eyni şəkildə öldürülməlidir. Amma məsələn, biri deyir ki, yox, mənim qəlbim soyumur, gəl bunun qulağını kəsək, burnunu kəsək, sonra belə öldürək. Xeyr. Bu zülümdür, qardaşlar. İnsan məzlum ola zalım duruma düşür. Və bu insan üçün günah olaraq kifayət edir. Məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih hədisdə bir qadının başını əzilmiş şəkildə tapırlar sahabələr. Görürlər ki, yəni kimsə bunu başını daşına vurub əzib və qadın artıq can verir. Və ona yaxınlaşıb soruşurlar ki, sənə bunu kim edib, adları saydıqca və bir Yahudi, elə ki bir Yahudinin adını zikr etdikdə həmin qadın buyurur ki, başı ilə işarə edir. Danışa bilmir, başı ilə işarə edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əmr etdirir ki, onu gətirsinlər və gətirirlər, qisasa qisas tətbiq olunur. Necə onun başı deməli əzilibsə, o cürdə o Yahudinin başı əzilərək qətl edilir. Və dinimizdə ədalət anlayışı budur, qardaşlar. Və Allah Teala'dan daha onun əmrlərindən, yəni Allahın ədalətindən daha ədalətli kim ola bilər? Və fikir verin, bunları yerinə yetirərkən, hətta başqa bir misal,
zinakarın daşqalaq olunması, evli zinakarın daşqalaq olunması. Evli zinakarın daşqalaq olunması şəriətin əmr etdiyi bir şeydir. Və sənin bu icraatı yerinə yetirərkən, Allah və Rasulunun əmr etdiyi şəkildə ehsan edəcəksən. Ehsan dedikdə Allah əmr edir, Rasulu əmr edir ki, ehsan edin bütün əməllərinizdə, ibadət, dünya və s. Və bu ehsan mütləq şəkildə ehsan adlandırılması üçün qardaşlar, şəriətin əmr etdiyi o hökmlərə müvafiq şəkildə olmalıdır. Zinakar, evli zinakar şəriətdə nə cür gəlib? Daşqalaq olunması. Və bu həmin hikmətin yerinə qoyulmasıdır. O əməldə ehsan bu cürdür. Yoxsa məsələn, zinakarın böyük bir daş götürüb onun başını paramparça eləmək, xeyr, bu ehsan deyil qardaşlar. Ehsan olan Allah və Rasulunun əmr etdiyi şəkildə o hökmləri yerinə yetirməkdir. Vəs budur. Və izə qataltum fə əhsinul qitlətə, yəni bu cümlənin şərhi və mənası doğrusunu Allah bilir. Yəni Allah Resulü sallallahu aleyhi və səlləmin muradı bu məsələdə budur. Və sonra buyurur ki, və izə zəbəhtum fə əhsinul zibhətə, yəni kəsəcəyiniz zaman, heyvanı kəsəcəyiniz zaman və bu şeydə də neyin? Ehsan edin. Yaxşı, bu necə olur? Heyvanı kəsərkən ehsan etmək necə olur? Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm davamında buyurur ki, وَلْيُحِدَّ أَحَدُكُمْ شَفْرَتَهُ وَلْيُرِحْ ذَبِيحَتَهُ. Buyurur ki, sizdən birinizin bıçağını itiləməsi və kəsəcəyi heyvanı rahat qoymasıdır. Və fikir verin, həqiqətində İslamın gözəlliyidir bu qardaşlar. İnsan hər dəfə onu tədəbbür etdikcə fikirləşir ki, Allah Taala'nın bizim üçün seçib bəyəndiyi bu din əzəmətli dindir həqiqətən. Və buradakı elm əhli buyurur ki, وَلْيُحِدَّ وَلْيُرِحْ. Həmin buradakı ləmlər qardaşlar, ləm, yəni buradakı əmr mənasındadır. Yəni Allah Taala, Allah və Rasul əmr edir ki, bıçağını itiləsin mütləq şəkildə və heyvanı rahatlanmamış kəsməsin mütləq şəkildə. Və şəriətə uyğun kəsilməsi, şəriətə müvafiq olaraq kəsilməsi ehsandır. Hansı ki, surətli şəkildə. Belə ki, heyvanı kəsərkən boğazın iki tərəfindəki o şax damarlarından biri və yaxud da ikisini və həmçinin nəfəs borusunu və qida borusunu tərəfdən sürətli şəkildə icra etməklə, yəni kəsməklə əldə olunur. Və Allah Rasulunun dediyi kimi sallallahu aleyhi və səlləm bıçağını itiləməsi, bıçağının iti olması. Yəni niyə görə bu itilikdən söhbət gedir? Çünki əgər bıçaq küt olarsa, həmən kəsdiyi heyvana əziyyət verməkdir. Həmən kəsdiyi heyvana əziyyət verməkdir. Və bu da qadağandır. Qətiyyən icazəli deyil. Və həmçinin bu ehsanlardan biri də qardaşlar, bir heyvanı digər heyvanın gözünün qabağında kəsməməkdir qardaşlar. O həmin heyvana zülmdür o. Məsələn, bəzən görürsən ki, yəni bu şeylərə diqqət edin, barakallahu fikum. Heyvan kəsir, qurban çoxdur. Məsələn, deyək ki, 5 dənə və ya 10 dənə qurbanı var. Götürür, birinin gözünün qabağında tez-tez eləmək üçün götürür, birinin gözünün qabağında vursun, kəsir. Bu qətiyyən şəriətin qadağan etdiyi şeylərdəndir qardaşlar. Və İmam Əhmədin Musnədində İbn Omardan gəlir ki, Rasulullah sallallahu aleyhi və səlləm bıçaqların itilənməsini və heyvanlardan gizlədilməsini əmr etdi. Heyvanlardan gizlədilməsini əmr etdi. Və buyurdu ki, sizdən biriniz kəsim etdiyi zaman, heyvan kəsəcəyi zaman işini surətləndirsin. Yəni yarısını kəsib gözləyir, söhbət edir, sonra digər yarısı xeyr qardaş. Bu zülmdür o heyvana qarşı olan. Bəli, və heyvanın, digər heyvanların gözün qabağında kəsməməsi də bu kəsimdə olan ehsandır. Və həmçinin İmam Həkimin Mustadrakında qeyd olunur ki, bir dəfə Rasulullah sallallahu aleyhi və səlləm bir nəfəri görür və o kimsə heyvanın yanında gözünün önündə bıçaq itiləyir. Gözünün önündə bıçaq itiləyir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, sən bu heyvanı 2 dəfə mi öldürmək istəyirsən? Ona görə hətta bu şeylərə də diqqət etmək lazımdır ki, heyvanı kəsimə götürən zaman, aparan zaman onun gözünün önündə eləmə bunu. Bıçağı itilə, sonra gətir. Və həmçinin elm əhli də buyurur ki, kəsiləcəyi yerə heyvanı yumuşaq şəkildə aparmaq. Heyvanı yumuşaq şəkildə aparılması. Və onun Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, وَلْيُرِحْ ذَبِحَتَهُ və onu rahatlandırsın nə deməkdir? Yəni, onu yanı üstündə uzadılmasıdır. Və kəsənin öz ayağını, yəni kim kəsirsə, öz ayağını onun boynunun yanına qoymasıdır. Və heyvan kəsimində olan da ehsan budur. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu bu cür etmişdir. Və ümumi olaraq xülasə qardaşlar, Allah Taala hər şeydə ehsan yazıb. Allah Taala hər şeydə ehsan, yaxşılıq etməyi, gözəl şəkildə yerinə yetirməyi yazıb.
Və bu istər etiqad olsun, insanın əməli olsun, qəlb əməli olsun, insanlarla müamiləsi olsun, Allahın haqqı olsun, insanların haqqı olsun. Yerinə yetirərkən bu şeylərdə yaxşılıq etməyi, gözəllik etməyi, o əməlləri gözəlləşdirməyi, dünyəvi işlərində fərqi yoxdur, hansı işindən asılı olmayaraq, o işləri də yerinə yetirərkən o işi gözəlləşdirməyi, o işin haqqını verməyi bizdən tələb eləyir. Bizə vacib edib. Və bunlardan misal olaraq da Peyğəmbərimiz zikr etdi ki, öldürərkən, yəni buradakı qisas qaydalarına tətbiq olunur, öldürərkən gözəl şəkildə və həmçinin heyvan kəsərkən də gözəl şəkildə kəsin. Və doğrusunu Allah bilir. Və elhamdülillahi Rabbil alemin.